Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması və vətəndaşların daha sərfəli alternativlər axtarması bu ərazilərə marağı artırır. Xırdalan və Masazırda mənzillərin nisbətən ucuz olması alıcıları cəlb edən əsas səbəblərdəndir. Burada yeni tikilən yaşayış kompleksləri, fərdi evlər və ipoteka ilə satışa çıxarılan mənzillər xüsusilə gənc ailələr və orta gəlirli vətəndaşlar üçün əlverişli seçim hesab olunur. Bununla yanaşı Xırdalan və Masazır istiqamətində əsas problemlərdən biri isə sıx tıxac və ictimai nəqliyyatın tam yetərli olmamasıdır. Bakı ilə əlaqəni təmin edən bu yollar əsasən səhər və axşam saatlarında böyük sıxlıq yaşayır. Bu da həmin ərazidə yaşayan insanların gündəlik həyatına təsir eləyir. Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov News 24-ə açıqlaması zamanı bildirib ki, Xırdalan və Masazırda mənzil bazarı aktiv inkişaf eləyib. Bu ərazilərdə daşınmaz əmlak bazarında rəqabət yüksəkdir. Bu da həm satışın sürətli olmasına, həm də qiymətlərin nisbətən aşağı qalmasına səbəb olur. Məhz bu səbəbdən vətəndaşlar buradakı mənzillərə üstünlük verirlər. Bakı şəhərində hər hansı bir tikilini götürsək, onun alternativini tapmaq çətin olar. Lakin Masazır və Xırdalanda sərfəli qiymətə müxtəlif variantlar tapmaq mümkündür. Ekspertin fikrincə, yaxın illərdə Xırdalan və Masazırda mənzil bazarının daha da aktivləşəcəyi gözlənilir.